Azərbaycanda pensiya ödənişlərinin vaxtı ilə bağlı məsələ yenidən gündəmdədir. Xüsusilə rayonlarda yaşayan pensiyaçıların ödənişləri daha gec alması bir çox insan tərəfindən narahatlıqla qarşılanır. Ekspertlər hesab edir ki, pensiya ödənişlərinin paytaxt iri şəhərlər və rayonlar üzrə fərqli tarixlərdə həyata keçirilməsi əvəzinə bütün ölkə üzrə eyni vaxtda və ya bir-birinə çox yaxın günlərdə verilməsi daha məqsədə uyğun olar. Mütəxəssislərin fikrincə bu yanaşma həm sosial baxımdan daha ədalətli olar, həm də vətəndaşların maliyyə planlamasını asanlaşdırar. Çünki bugün bir çox pensiyaçı yalnız pensiya hesabına yaşayır və onların aylıq kredit, kommunal xidmət, dərman və digər vacib öhdəlikləri mövcuddur. Ödənişlərin gecikməsi və ya bölgələr üzrə fərqli tarixlərdə həyata keçirilməsi isə müəyyən çətinliklər yarada bilir. Qeyd olunur ki, bəzi hallarda Bakı və iri şəhərlərdə pensiyalar daha tez ödənilir, rayon sakinləri isə bir neçə gün əlavə gözləməli olur. Bu vəziyyət xüsusilə kənd və rayon ərazilərində yaşayan yaşlı insanların narazılığına səbəb olur. Ekspertlər bildirirlər ki, əgər dövlət sosial müdafiə fondunun büdcəsində və yığımlarda problem yoxdursa, o zaman ödənişlərin bütün ölkə üzrə daha koordinasiyalı şəkildə həyata keçirilməsi mümkündür. İqtisadçılar hesab edir ki, müasir bank və elektron ödəniş sistemləri artıq bu imkanları yaradır. Yəni, texniki baxımdan pensiyaların eyni gün və ya maksimum bir neçə gün fərqlə köçürülməsi real görünür. Bu isə vətəndaşlar arasında bərabərlik prinsipinin qorunmasına da müsbət təsir göstərə bilər. Məsələ ilə bağlı fikirlər səsləndirilərkən vurğulanır ki, pensiya alan insanların böyük hissəsi sosial baxımdan həssas təbəqəyə daxildir. Xüsusilə yaşlı insanlar üçün bir neçə günlük gecikmə belə ciddi narahatlıq yarada bilir. Çünki onların əksəriyyəti dərman xərcləri, gündəlik ərzaq ehtiyacları və kredit ödənişləri kimi vacib məsuliyyətlər daşıyır. Bəzi ekspertlər qeyd edir ki, ödəniş tarixlərinin fərqli olması vətəndaşlarda psixoloji narahatlıq da yaradır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda insanlar tez-tez pensiyaya vaxt veriləcək sualını ünvanlayır. Əgər ödənişlər bütün bölgələr üzrə yaxın tarixlərdə həyata keçirilsə, bu cür suallar və narahatlıqlar da azalacaq. Digər tərəfdən iqtisadi mütəxəssislər bildirirlər ki, Dövlət Sosial Müdafiə Fondunun hazırki imkanları pensiyaların daha sürətli və vahid şəkildə ödənilməsinə şərait yarada bilər. Çünki hazırda ölkədə pensiya sisteminin elektronlaşdırılması prosesi genişlənib və bir çox əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Bu da ödəniş prosesinin daha çevik idarə olunmasına imkan verir. Mövzu ilə bağlı təkliflər arasında ən çox diqqət çəkən məqam isə ödənişlərin respublika üzrə maksimum bir neçə gün ərzində tamamlanmasıdır. Yəni məqsəd yalnız eyni gün ödəniş etmək deyil, həm də rayonlarla şəhərlər arasında böyük vaxt fərqini yaranmasının qarşısını almaqdır. Ekspertlər düşünür ki, bu addım vətəndaş məmnuniyyətinin artmasına səbəb ola bilər. Çünki insanlar öz sosial ödənişlərini vaxtında aldıqda həm gündəlik həyatlarını daha rahat planlaşdıra bilir, həm də maliyyə baxımından əlavə stres yaşamırlar. Hazırda pensiya ödənişlərinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər müzakirə olunub və vətəndaşlar gələcəkdə bu istiqamətdə daha rahat sistemin tətbiq olunacağına ümid edirlər. Mövzu cəmiyyətdə maraq doğurmaqda davam edir və xüsusilə rayonlarda yaşayan pensiyaçıların bu məsələyə böyük həssaslıqla yanaşdığı bildirilir.